Ukraynanın hərbi kəşfiyyat xidməti Donetsk cəbhəsində Rus qoşunlarında yaşanan çaxnaşmanı göstərən yeni bir ələ keçirilmiş telefon danışığını yayımlayıb. Söhbətin audio yazısı Baş Kəşfiyyat İdarəsi tərəfindən dərc olunub. Rusiyalı bir hərbiçi bölməsinin mövqeləri tərk edərək arxa hissəyə çəkildiyini bildirir. Bu isə onun komandirinin sərt və əsəbi reaksiyasına səbəb olur. Onlar hara gedirlər? Lənətə gəlsin. Hara gedirlər? Mən onları radiolarını uzaqdan söndürəcəyəm. Qoy bütün sürətlə cəhənnəmə qədər getsinlər deyə komandir qışqırır. Səslənsən tona görə bölmə bir neçə gündür irəliləyə bilmir. İrəliyişin olmaması komandanı o qədər qəzəbləndirir ki, bütün tabiçiliyi dezertir elan etməklə hədələyir. Sonra da onları lənətə gəlmiş dezertirlər kimi qabağa göndərərək. Dünən də yarıb keçə bilmədilər, bugün isə meşə zolağından belə keçə bilmirlər, deyə o qəzəblə deyir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, bu ələ keçirilmiş danışıq Donetsk istiqamətindəki ümumi vəziyyəti əks etdirir. Rusiya qüvvələri burada durğunluğa düşüb, ağır itkilər verir və mənəvi-psixoloji durum çökdüyü üçün əmr dinləməkdən imtina halları artır. Bundan əvvəl isə məlumat yayılmışdı ki, Zaporojye istiqamətində fəaliyyət göstərən bir Rus hava desant bölməsi ciddi intizam pozuntuları yaşayır. Bunun başlıca səbəbi isə geniş yayılmış alkoqol asıllığıdır. Ukrayna Partizan Hərəkatı ATƏŞ bildirir ki, Rusiyanın 108-ci hava desant alayı kritik vəziyyətə düşüb və şəxsi heyətdə alkoqol qəbulu həm sistematik, həm də adi hal alıb. Qrupun məlumatına görə, problem soyuq havaların başlaması ilə daha da kəskinləşib. Qış yaxınlaşdıqca, gündəlik alkoqol ehtiyacı alayı döyüş qabiliyyətini tamamilə itirmiş bir formaya çevirib, ATƏŞ qeyd edir. Güya 100 qram olan şeylər indi litrlərlə içilir və alay tam bir alkoqol mərkəzinə çevrilib. Hərəkat iddia edir ki, yeni gətirilmiş əskərlərin bəziləri döyüşdə deyil, məhz alkoqol zəhərlənməsindən, xüsusilə də saxta və keyfiyyətsiz içkilərdən istifadə səbəbindən ölüb. ATƏŞ qeyd edir ki, Rus komandanlığı bu problemi qəsdən görməməzliyə vurur və bunu belə izah edir. Sərxoş əskər əlverişli resursdur, sual vermir və isindirilmiş halda mövqelərə hücuma göndərilir. Bununla belə, alkoqolun geniş şəkildə tətbiqinə göz yumulması bölmələr arasında əməliyyat risklərini və gərginliyi artırır. Они, возвращаются. Я им объясняю, они все равно на своем идут дальше сюда. Куда они возвращаются? Куда возвращаются? Я сейчас их радейки дистанционно выключу и пойдут они со всей силы, а подам их как дезертиров. Вперед, двигаемся. Вчера не могли открытку, сейчас по зеленке не могут пройти. Qara dənizdə Rusiyaya məxsus kölgə donanması ilə bağlı iki hadisənin baş verdiyi bildirilir. Türkiyə sahili boyunca hərəkət edən iki neft tankeri yanıb. İlk olaraq Türkiyənin Bosfor boğazı yaxınlığında Rus nefti daşıyan və ailə Böyük Britaniyanın sanksiyaları altında olan Kairos adlı neft tankerində partlayış baş verib. Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə Misirdən Rusiyaya yollanan 274 metr uzunluğundakı tankerin göyərtəsində yanğın baş verib. Tanker Rusiyanın laboratoriya
Novorossisk limanına gedərkən Türkiyə sahilindən 28 dəniz mili məsafədə xarici təsir nəticəsində yanğın baş verdiyini bildirib. Qəza nəticəsində 25 nəfərlik heyətin təxliyəsi üçün xilasedici yedək gəmiləri və sahil mühafizəsi cəlb olunub. Çünki zədələr su alma riskini artırırdı. Türkiyənin Dənizçilik İdarəsi hadisənin xarici müdaxilə səbəbindən baş verdiyini açıqlayıb və liman agentlikləri tankerin mina ilə toqquşa biləcəyini deyiblər. Təxminən 30 dəqiqə sonra Qara Dənizdə ikinci tanker Virat ayrı bir partlayış nəticəsində zərər görüb. Media məlumatlarına görə tanker Qara Dənizdə gözləmə rejimində idi. Türkiyənin Nəqliyyat naziri Abdulkadir Vuraloğlu NTV-yə müsahibəsində belə deyib. Xarici səbəb o deməkdir ki, gəmi minaya, raketə və ya oxşar sursata yaxud drona və ya pilotsuz sualtı aparata tuş gəlib. Hər iki tanker əvvəllər Rus nefti daşıyırdı. Onlar Çin şirkətlərinə məxsusdur və son məlum olan bayraqları qamya olub. Virat tankeri Amerika Birləşmiş Ştatları tərəfindən 2025-ci ilin yanvarında Rus nefti daşımalarına görə sanksiyaya məruz qalıb. Daha sonra ayı tərəfindən iyulda, Birləşmiş Krallıq tərəfindən isə 2025-ci ilin sentyabrında qara siyahıya salınıb. Açıq mənbə kəşfiyyatı mənbələri hadisənin mümkün səbəblərindən biri kimi dəniz dronları ilə hücum ehtimalını nəzərdən keçirir. Hələlik bununla bağlı rəsmi təsdiq yoxdur. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qara Dənizdə bir sıra dəniz minaları aşkarlanaraq zərərsizləşdirilib. Hər iki tərəf sahil boyu müdafiə məqsədi ilə minalar yerləşdirir. Lakin bu minalar xüsusilə fırtınalar zamanı sürüşərək müxtəlif ərazilərə yayılıb. NATO üzvləri olan Türkiyə, Bolqarıstan və Rumıniya 2024-cü ildə Qara Dənizdəki mina təhlükəsinə cavab olaraq dəniz minalarına qarşı mübarizə qrupunu yaradıb. Rusiyanın kölgə donanmasına tankerlər, quru yük gəmiləri, qaz tankerləri və digər iri gəmilər daxildir. Rusiyanın kölgə donanmasına tankerlər, quru yük gəmiləri, qaz tankerləri və digər iri gəmilər daxildir. Bu gəmilər formal olaraq üçüncü ölkələrə və ya özəl şirkətlərə məxsus kimi qeydiyyatdan keçsə də, əslində Rusiyanın nəzarəti altındadır. Bunlar tez-tez Rusiya ilə əlaqəni gizlətmək üçün uyğun bayraqlar altında qeydiyyata alınır. Hazırda dünyada hər 6 tankerdən birinin bu kölgə donanmasına aid olduğu, bunun isə bütün aktiv tankerlərin təxminən 17%-ni təşkil etdiyi bildirilir. Kefken sahilinin karşısında patladı. Ukrayna tarafı.